Salam uşaqlar, yəqin yatmağa hazırlaşırsınız. O zaman öncə nağılımızı dinləyək. Bugünkü nağılımızda da sıx ağaclı bir meşəyə səyahət edirik. Meşələrin birində müxtəlif növlü ağaclar var idi. Bu ağacların hər biri o qədər gözəl idi ki, görənləri heyrətə gətirirdi. Biri balaca, biri böyük, birinin budaqları çox uzun, bəzilərinin budaqları qısa, hərəsi başqa gözəllikdə. Amma bir ağac var idi ki, digərlərindən çox seçilirdi. Meşənin ən qocaman, ən əzəmətli ağacı idi və həddindən artıq gözəl görünürdü. Bir müddət sonra meşədə hava dəyişməyə və güclü küləklər əsməyə başladı. Küləyin şiddəti o qədər artdı ki, artıq meşədəki ağaclar əziyyət çəkirdi. Amma meşədəki heç bir ağacın ağlına gəlməzdi ki, bu qədər qocaman, əzəmətli, kökləri dərin ağac əziyyət çəkər. Bir neçə gün keçdi, küləklər dayandı. Cavan ağacların heç birisinə ziyan dəymədi. Lakin bir də gördülər ki, həmən qocaman ağacın budaqları qırılıb. Bəzi budaqları hətta yerə dəyir. Bütün meşədəki ağaclar vəziyyətə üzülsə də, təəssüf ki, bu qocaman ağaca kömək eləyə bilmirlər. Edəcək heç bir şey yox idi. Məcbur səbirlə, zamanla ağacın özünü toparlamağını gözləmək lazım idi. Bir neçə gün sonra nadir bitkiləri axtarmağı və toplamağı sevən Əli meşəyə səyahət edir və gəzib meşənin həmən bu hissəsini, qocaman ağacın olduğu yerə gəlib çıxır. Bu mənzərəni gördükdə Əli çox məyus olur. Yaşlı, əzəmətli, qocaman ağacın budaqlarının belə sınmasına üzülür. Və ağlına gəlir ki, meşələri dolaşarkən hər zaman onunla birlikdə dövr edən dostu Sərçəni çağırsın. Öz aralarında ünsiyyət vasitəsi olan mahnılarını oxuyur. Musiqinin səsi eşidilən kimi Sərçə uçaraq Əlinin yanına gəlir. Əli vəziyyəti ona danışır. Sərçə də ağacın bu halını görüb çox məyus olur. Çünki illər boyu Sərçə və ailəsi, bütün quş dəstəsi bu ağacın budaqlarında yuvalar qurub, rahat-rahat yaşayıblar. Orada yaşamaqları, qidalanmaqları, balalarını böyütməkləri üçün qocaman ağac onlara hər şəraiti yaratmışdı. İndi isə ağaca kömək etmək vaxtı idi. Sərçə səs salır, bütün quş dəstəsini başına toplayır. Quşlar bir araya gələrək qocaman ağaca kömək edirlər. Onun zədələnmiş budaqlarını ayırırlar və zamanla ağac toparlanmağa başlayır. Bu köməyə görə ağac həm Əliyə, həm quşlara və bütün kainata minnətdarlıq hissi duyur. Hə uşaqlar, bugünkü nağılımızda da öyrəndik ki, təbiəti qorumaq, təbiətə diqqət etmək hər bir canlının borcudur. Çünki əslində təbiət də bizi qoruyur. Bəs deyin görüm, bugün südünüzü içmisiniz? Gecəniz xeyrə qalsın dostlar.